Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Resulillahil emin. Ve ala alihi tahirin, el-masumin. Ve la'nu daim ala a'daihim ecma'in ila yevmiddin. Mübarək Ramazan ayıdır. Allah ibadət taatlərinizi qəbul eləsin. Eyni zamanda bir neçə özəl gün ki, bugün birinci Qədir gecəsinə ehtimal edilir. Eyni zamanda Əmirəl-Möminin Əli əleyhissalamın zərbətləndiyi gecədir ki, sabah sübh, yəni bu gecə sübh namazında Əmirəl-Möminin Kufə məscidində İbn Mülcəm tərəfindən zərbətlənir. Eyni zamanda çərşənbə və Novruz bayramlarıdır. Allah hər günümüzü mübarək eləsin. Allah Peyğəmbər Əhl-i Beyt yanında bizi xəcalətli eləməsin inşallah. Əli əleyhissalamın vəsiyyətnaməsini oxuyurduq və qeyd elədik ki, vəsiyyətnamə insanın dünya və axirət səadətini təmin edən mühüm proqramlardan biridir. Və Əmir əleyhissalam burada növbəti hissədə yenə də mühüm bir məqamat oxunur ki, müqəddimədən sonra qeyd edəcəm. İnsanın daxili aləmində olan meyllərin mütləq qarşılığı var. Belə deyil ki, insan bir şeyə sahib olsun, bir şeyi hiss eləsin, amma qarşılığında onun bir şeylər olmasın. Bu mümkün deyil. Məsələn, ana bətnində olan uşağın ana bətnində dilə, damağa ehtiyacı yoxdur. Gözə ehtiyacı yoxdur, ələ ehtiyacı yoxdur ana bətnində. Amma fərz eləyək ki, bir aparatla baxır həkim, görür bunun əli var, ayağı var, gözü var və s. Və adam başa düşür ki, bu elə bir yerə gedəcək ki, orada bunun gözə ehtiyacı var, orada bunun ələ ehtiyacı var, orada bunun digər üzvlərə ehtiyacı var. Olmasa naqisdir. Ana bətnində bu əzalara sahib olması onun növbəti bir həyat üçün, növbəti bir yer üçün getməsindən xəbər verir. Eləcə də insanın hissləri də o cürdür. Məsələn, insanın vücudunda əbədi yaşarlıq hissi var. Birin maddi, birin mənəvi misaldan deyim. Əbədi yaşarlıq hissi var. İnsan aradan getməyən mülk axtarır, əbədi yaşamaq istəyir. Bu təbiidir, hər bir insan belədir. Bütün millətlər, bütün tayfalar, bəşərin ortaq dəyərlərindən biri əbədi yaşarlığıdır. Və bu, mütləq hər bir insanın daxilində var. Amma biz bunu görürük ki, bunun qarşılığı dünyada verilməyib. Dünyada heç kim nə əbədi mülkə sahib olur, nə də uzun əbədi ömrə sahib olmur. Amma bunun mütləq varsa qarşılığı var. Qarşılığı hardadır? Quran-ı Kərim buyurur, qarşılıq axirətdədir. Əbədiyyət yurdu oradır. Əbədi mülkiyyət oradır. Və şeytan məlun gəldi Həzrəti Adəm əleyhissalama vəsvəsə eləyəndə həmin zəif nöqtəsinə toxundu. Dedi, ya Adəm, həl ədullukum əla şəcərətil xuld və mulkun la yəvla. Ey Adəm, sənə əbədiyyət ağacın və aradan getməyən mülkü göstərimmi? Əbədiyyət istəyirsənmi? Əbədi qalmaq istəyirsənmi? Əbədi mülk istəyirsənmi? Adəm əleyhissalamın bilirdi fitrətində bu var və həmən nöqtəyə toxundu və Həzrəti Adəmin zəif nöqtəsi orada oldu və şeytanın vəsvəsəsinə inandı. Ona görə daxili hisslərimizdən diqqətli olaq, onlar elə-belə qoyulmayıb. Onlar Allah tərəfindən qoyulub. O daxili hisslərimizi, daxili duyğularımızı doğru, düzgün istiqamətləndirmək lazımdır. Bu fitrətdədir belə. Məsələn, uşaq, körpə uşaqdır. Deyək ki, 5 ayı var, 6 ayı var. Ona əgər qaşqabaqlı baxarsansa, o ağlayacaq. Əgər gülər üzlə onu dindirsən, güləcək. Axı o bilmir, acıq bilmir, gülmək bilmir, başa düşmür ki, bunlar nə olar? Məsələn, acıqlansa adam nə olar? Hələ onu döyən olmayıbdır. O, şillənin təsirini bilmir, amma ağlayır. Niyə ağlayır? Çünki fitrətinin tələbi budur ki, o gülməyə, xoş münasibətə ehtiyacı var. Amma acıqlı baxışa, xoş olmayan münasibətə fitrətdən xoşu gəlmir. Yəni, mən bir şey eləməmişəmsə, niyə məndən acığı gəlsin?
Yəni bunların nümunəsi çoxdur ki, biz desək çox uzun gedər. Belə nümunələr insan daxili aləmində olan nümunələri. Məsələn, uşaq gətirir adama, fərz eləyək bir dənə alma verir, gedir harasa, qayıdır, gəlir, verdiyi almanı istəyir. Əgər görsə ki, sən valideyn kimsə o almanı yeyib, başlayır narahat olmağa, əsəbləşməyə. Niyə? O ki, əmanət bilmir, o ki, xəyanət anlayışı bilmir o. Onun fitrətində var ki, əmanətə gərək sahib olasan, xəyanətdən uzaq olasan. O fitrətinin tələbi ilə o reaksiyanı verir. Bu baxımdan insan övladının daxilində olan hisslərdən biri sevgi və qəzəb hissidir. Sevgi və qəzəb hissi insan övladının daxili ehtiyaclarından biridir. Təəssüf ki, bizdə sevginin ünvanı yanlışdır. Sevgi deyəndə ancaq iki nəfər arasında olan sevgi nəzərdə tutulur. Nəhayət sevgi deyəndə onlar nəzərdə tutulur. Amma belə deyil. Leyli Məcnunda deyir ki, Leyli can verirdi, Məcnuna xəbər göndərdi. Dedi, elə bir varlığa can ver ki, elə bir varlığa ürək ver ki, o sadə qızdırma ilə aradan getməyəcək. Əbədi olan varlığa ürək bağla, qəlb bağla, könlü bağla. Bu, həmin o hissin doğru, düzgün istiqamətləndirilməsinə işarə idi. Ona görə insan diqqətli olmalıdır. Münasibətlərində diqqətli olmalıdır. Əli əleyhissalam gəlir vəsiyyətnamənin bu hissəsində buyurur ki, Kuna lizzalimi xəsma. Övladlarım, sizə tövsiyə edirəm. Zalimdan barışmaz olun. Zalimla düşmən olun, acımasız olun. Vəlil məzlum avna. Məzluma isə köməkçi olun. Zalıma qarşı sərt olun. Zülm kimdir? Nədir? Zalim kimdir? Zülm bir şeyi öz yerində qoymamaqdır. Məsələn, bir adamın haqqı, deyək ki, məktəbdə bir uşağın haqqı 5 qiymətdirsə, müəllim ona 3 yazarsa, onun haqqına zülm eləyib. Yəni, lazım olan yerdəki 5 verməli idi, lazım olan yerdə 5-i vermədi, onun haqqına zülm elədi. Zülmün əhatə bir zülm deyəndə, zalim deyəndə ancaq geniş ölçüdə siyasi zülmdən zalimlar bizim yadımıza düşür. Ki, o bir növüdür. Zalimin xüsusi libası yoxdur, zalimin xüsusi məqamı yoxdur. Zalimin libası onun əməlləridir. İstər siyasi kürsüdə olsun, istər bir adam öz evində əgər haqsızlıq eləyərsə, o zülm libasının əyninə geyinmiş olar. Əgər ailənin başçısı xanımına evdə zülm eləyir, ona öz təbirimizlə desək gün vermirsə, o da zalimdir. Yaxud bir adam fəhlə işlədir, fəhlənin haqqını vermirsə, o da fəhlənin haqqına nisbətdə zülm eləyibdir. Yəni, bu məsələnin əhatə dairəsini genişləndirmək lazımdır. Bugün nə çox zalimlara lənət oxuyub özləri zülm eləyən insanlar var. Geniş ölçüdə siyasi hansısa bir formada adamlara lənət oxuyur, amma evdə ailəsinə Firon hakimiyyətin yaşadır. Ancaq öz istədiyin yeridir. İmam Peyğəmbər əleyhissalam buyurur ki, münafiqin ailəsi onun istəyinə görə yemək yeyər. Amma müminin ailəsi, mümin isə ailəsinin istəyinə əsasən yemək yeyər. Yəni, belədir ki, mömin evdə ümum ailənin nə bişirilərsə belə deyək, ondan istifadə eləyər, yer və razılaşar. Münafiq isə deyər, ancaq mən deyən bişsin, başqası nə istəyər, istəməz, onun üçün önəmli deyil. Görün, məsələ hansı həddə ciddi və önəmli hesab olunur. Amma bəli, zalimin bariz nümunəsi ki, aşkar bizim bildiyimizdir. Sadəcə onunla məhdudlaşmır. Və la tərkənu iləl-ləzīnə zələmû fətəməssəkumun-nar. Zalimlara söykənməyin ki, sizə od toxunar. Zalima dəstək verəsən, zalimin yanında olasan, insanı oda salar. Zalimlə mübarizə eləmək, zalimlə sərt olmaq lazımdır. Necə mübarizə eləyəsən zalimlə? Zülmlə mübarizə necədir? Birincisi, qəlbi bizarlıqdır. İnsan qəlbən deyir ki, mən ondan xoşum gəlmir. Allahım, sən şahid ol, mən onu dəstəkləmirəm. Mən onun dediyi ilə, daha doğrusu elədiyi o yanlış hərəkətlərə mən şərik deyiləm, mən razı deyiləm. Birinci, qəlbi şərtdir ki, qəlbdən insan bizar olar. İkincisi,
dillə mübarizə eləyəsən, amma mübarizə forması və üslubu doğru düzgün seçilməlidir. Yaxşıların təbliği getməlidir cəmiyyətdə. Yaxşı işlərin, yaxşı dəyərlərin təbliğ edilməsi zülmlə mübarizənin bir növüdür. Doğru düzgün həqiqətlərin deyilməsi zalimin adını tutmursan. Doğru düzgün həqiqətləri ifadə eləməklə zülmlə mübarizə edirsən. Məsum imamlardan üçü qılıncdan istifadə edib, zordan istifadə edib. İmam Əli, İmam Həsən və İmam Hüseyn əleyhissalam ki, bunların üçü də şəhid ediliblər. Yerdə qalan imamlardan isə 8 nəfəri ki, İmam Zaman xaric, 8 nəfər bunlar heç bir siyasi hərəkətə qoşulmayıblar. Heç biri qılınca əl atmayıblar. Amma hamısı da şəhid ediliblər. Niyə? Çünki onlar dəyərlərin təbliği ilə məşğul olublar. Zülmün əleyhinə olan mədəniyyətlərin yayılmasının tərəfdarı olublar və buna cəhd ediblər. Və zalimlar da bunu öz əleyhlərinə bilib, onları qətlə yetiriblər. Ona görə zülmlə mübarizə təkcə haykü eləmək deyil. Zülmlə mübarizə təkcə qarşılıqlıq salmaq deyil. O, sonuncu variantdır. Amma insan gərək zülmlə mübarizə eləyirsə, qeyd elədiyim kimi, yenə də deyirəm, zülmün əhatə dairəsini geniş götürməliyik. Bir cəmiyyətdə əgər zülm varsa, evdə, ailədə, fəhlədə və s. insan onların haqqına riayət eləmir, biz durub bir kimsənin evinə gedib orada məhkəmə qura bilmərik ki, biz ümumi məclislərimizdə, söhbətlərimizdə, fürsətlərimizdə bunların əleyhinə və doğru düzgün yollaşmaq, doğru düzgün yola getmək yolların Əhl-i Beyt və Quran-Kərimdən deməliyik insanlara, bunu təbliğ eləməliyik. Ona görə Əmir əl-Müminin Əli əleyhissalam buyurur ki, Kuna liz-zalimi xasma, zalimlərə qarşı acı olun, qəti olun, düşmən olun. Əşiddəu aləl kuffar, Peyğəmbər əleyhissalamın tərəfdarlarının əlaməti budur ki, onlar küfr əhlinə qarşı şiddətli olarlar, acımasız olarlar. Və növbətidə imam buyurur ki, vəlil məzlumi avna, və məzluma da, zülm olunmuşa da kömək olun, dəstək olun. Bəs necə dəstək olar? Məzlumun da əhatə dairəsi təkcə siyasi anlamda götürülməməlidir. Bayaq dedim, əgər evdə xanımın haqqına riayət olunmursa, xanım məzlumdur. Fəhlənin haqqına riayət olunmursa, fəhlə məzlumdur. İşçinin haqqına riayət olunmursa, işçi məzlumdur. Əgər bir cəmiyyət yaxşıların dəyərləndirmirsə, yaxşılı insanlar məzlumdur. Buna diqqət eləmək lazımdır. Məzluma necə dəstək ola? Yenə də qəlbi dəstək. Qəlblə deyirik ki, ilahi biz bu insanlara zülm edənlərin əleyhinə və məzlumun yanındayıq. Səhifə-i Səccadiyyədə İmam Zeynulabidin əleyhissalamın duası var. Zahirən 33-cü duadır. Orada deyir, Allahım, səndən bağışlanma istəyirəm, üzrxahlıq eləyirəm, mənim gözümün qabağında məzluma zülm olundu və mən ona kömək eləyə bilmədim. Görün, nə qədər məsələ mühümdür, nə qədər məsələ önəmlidir. Əməli yardımda da diqqətli olmaq lazımdır. Bir çoxları məzluma kömək eləmək adı ilə məzlumu daha da dərin quyuya salıblar. Bəzən olur, adam elə bilir, kömək eləyir, amma həqiqətdə isə mane olur. İmam Əlinin sahabələrindən olan Qəmbəri bir gün bir çevrədə dostlarına, bəsirətsiz dostlardan biri başlayır Qəmbəri tərifləməyə. Qəmbər Əlinin belə sadiq sahabəsidir, belədir, belədir. Qəmbəri çox vururlar, az qalırlar ölsün. Və Əli əleyhissalam tənqid edir o insanları ki, niyə düşmənin içərisində dostumu tanıtdırdınız? Yaxud digər bir nümunə İmam Sadiq əleyhissalamın xas sahabələrindən olan Zürarənin barəsində deyirlər ki, Zürarə İmam Sadiq əleyhissalam barəsində bir yerdə, daha doğrusu İmam Sadiq Zürarənin barəsində bir yerdə çox cəmiyyətin içərisində ona acıqlandı, ona narahat formada əks reaksiya verdi. Gəldilər, yəbnə Rəsulullah, Zürarə nəsə xəta eləyib, dedi, yox, sadəcə onu qorumaq üçün mən bunu elədim ki, cəmaat deməsin bu Əbu Cəfər, İmam Cəfər Sadiq əleyhissalamın tərəfdarıdır, yaxın dostudur.
onunla öz bağlılığımı qırdım. Zahirdə başqa bir şeydir, amma həqiqətdə məzluma dəstəkdir. Əhl-i Beyt imamlarından kömək eləmək iddiasında olanların çoxu onların məzlumiyyətinə səbəb olublar. Çünki üslubu doğru düzgün seçməyiblər. Ona görə Əmir əleyhissalamın vəsiyyətnaməsi ki buyurur, zalimin qarşısında olun, məzlumun yanında olun, zalıma acımasız, şiddətli olun, məzluma dəstək olun. Biz bunu dediyim formada, dediyim deyəndə ki, yəni mənim deməyimlə olmur. Yəni Əhl-i Beyt Qurani Kərim və Əhl-i Beytin marifindən çıxan nəticədir. Qəlbi dəstək olmalıyıq, zalimin əleyhinə, məzlumun yanında olaraq. İkincisi, dillə dəyərlərin təbliğ edilməsinə, o zülm əhlinin istəyinin əksinə olan dəyərləri təbliğ eləməklə zalimla mübarizə, məzlumun da yanında ola bilərik. Bu baxımdan insanın o daxili ehtiyaclarından ki, əvvəl danışdım, insan zülm görən insanın yanında olmaq istəyir və əksinə zülm eləyənin də qabağında olub ona etiraz edir. Əslində baxsaz, bu çox varlıqda özün bir üzə verir. Əgər bir insan məzlumdursa, bir insanın haqqına zülm olunursa, ən pis adam belə onun müdafiəsinə qalxa bilər. Fitrətin tamam kör eləməyibsə, tamam məhv eləməyibsə. Əmir əl-Möminin Əli əleyhissalam buyurur ki, həmin o fitrətüzün tələblərin, istəklərin doğru və düzgün istiqamətləndirin ki, nicat tapasınız. Allah inşallah sizdə bizdə hər birimizi dediklərimizə, eşitdiklərimizə əməl eləyənlərdən qərar versin. Allah mübarək Ramazan ayında, Qədir gecəsində bütün dünyasını dəyişənlərimizi, haqqı boynumuzda olanları qərqə rəhmət eləsin. Allah Muhammed və Ali Muhammed ehtiramına özümüzü, varislərimizi salihlərdən qərar versin. Allah sərhədlərimizin keşiyində duran qardaşlarımızı qorusun. Allah Muhammed və Ali Muhammed ehtiramına sərhədlərimizə, namusumuza rəhm eləməyənləri, dinimizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Allah dünyanın hər yerində zalimi zalimə məşğul eləsin. Zalimlərin əməllərinin islah olmasında kömək olsun, islah olunmağa ləyaqəti olmayanlara lənət eləsin. Allah dünyanın hər yerində müsəlmanların, bəşəriyyətin, xüsusilə ölkəmizin əmniyyəti üçün çalışanları müvəffəq eləsin inşallah. Esselamu aleykum və rəhmətullah.